sistemləri mövzusunu başlamamışdan qabaq, birinci onu izah edeyim ki, nədir əməliyyat sistemləri? Tətildən qabaq, yadınıza gəlirsə, biz əməliyyat sistemləri haqqında danışmışdıq. Harda? Proqram təminatı mövzusunda. Biz proqram təminatı mövzusunda demişdik ki, əməliyyat sistemləri hara aid idi? Proqram təminatının sistem proqramları qoluna aid idi. Və orada bir hadisa 15-20 dənə əməliyyat sistemləri adını çəkdikdə danışdıq ki, MS-DOS, Windows, Unix, Linux və s. və s. İndi isə əməliyyat sistemlərinin sırf özünü danışırıq. Nədir əməliyyat sistemi? Uşaqlar, əməliyyat sistemi kompüterin işləməsi üçün vacib olan və eləcə də kompüterin işini idarə edən proqramdır. Biz bugün Windows üzərindən danışsaq, əməliyyat sistemləri bir neçə kateqoriyaya bölünür. Bu kateqoriyalardan bir tanesi adlanır istifadəçi interfeysinə görə. Bizə sual versə ki, istifadəçi interfeysinə görə əməliyyat sistemləri neçə yerə ayrılır? Deyəcək ki, istifadəçi interfeysinə görə əməliyyat sistemləri iki yerə ayrılır. Hansılardır? Qrafik, yəni obyekt yönlü, bir də var mətinli, yəni ola bilər mətinli deməsin, desin əmrli. Uşaqlar, əvvəllər ilk yaranan əməliyyat sistemimiz ki, mən sizə texniki təminat dərsini keçəndə də demişdim. İlk əməliyyat sistemimiz hansı idi? MS-DOS və neçənci nəsildə yaranmışdı? Yadınıza gəlsə demişdim ki, 3-cü nəsildə yaranmışdı da. İlk yaranan əməliyyat sistemi ilə iş indiki kimi deyildi, indiki kimi sadə deyildi. O vaxtın əməliyyat sistemində biz kompüteri işə salanda, bax belə rabotçu stol, yəni iş masası gəlmirdi ekrana. Ki, bu günləri necə rahatdır kompüteri idarə eləmək. Misal üçün, tutaq ki, mən bu faylı açmaq istəyirəmsə, gəlirəm bu faylın üzərinə, onun qrafikasının üzərinə, qrafika nədir? Şəkildə. Gəlirəm onun şəklinin qrafikasının üzərinə və basıram və həmin fayl açılacaq. Və ya qovluğu açmaq istəyirəmsə, gəlirəm həmin qovluğun üzərinə basıram, açılacaq. Yəni, bugün kompüteri idarə eləmək qrafikdir də, yəni gözü şəkillidir, obyektə yönəlikdir deyə ona görə deyirik, obyekt yönlüdür. Amma ilk yaranan əməliyyat sistemi olan MS-DOS-da isə belə deyildi. MS-DOS-da biz kompüteri yandıranda, bax belə qapqara bir dənə pəncərə açılırdı. Və həmin bu pəncərədə, indi misal üçün mən proqram açmaq istəmirəm, həmin proqramın açmaq əmrini yazıram, sonra proqramın adını yazıram, Enter basıram ki, getsin həmin proqram açılsın. İndi sizcə kompüteri əmrlərlə, komandalarla idarə etmək, yəni MS-DOS-dakı kimi idarə etmək rahatdır, yoxsa indiki kimi? Təbii ki, indiki kimi. Və buna da nə vəsilə oldu? Yadınıza gəlsə, proqram təminatı dərsini keçəndə demişdim ki, əməliyyat örtükləri. Əməliyyat örtüyü yarandı, biz əzbər bilməli olduğumuz əmrlərdən bizim canımız qurtardı və biz mətinli interfeysdəydik, əmrli interfeysdəydik, keçdik nəyə? Bugünkü qrafik, yəni obyekt yönlü interfeysə. Əlqərəz, indi bizə sual versə ki, əməliyyat sistemləri interfeysinə görə neçə yerə bölünür? Deyəcək, 2 yerə bölünür. Qrafik, yəni obyekt yönlü, mətinli, yəni əmrli. Mətinli, əmrli bir dənə əməliyyat sistemi var, o da yalnız MS-DOS-dur. Yerdə qalan bütün digər əməliyyat sistemləri hamısı qrafik, obyekt yönlüdür. Sonra var istifadəçi sayına görə. İstifadəçi sayına görə isə var bir istifadəçili əməliyyat sistemləri, var çox istifadəçili əməliyyat sistemləri. MS-DOS bir istifadəçili idi. Yəni, eyni anda kompüterdən bir nəfər istifadə edə bilərdi. Amma bugün MS-DOS xaric, yerdə qalan bütün digər əməliyyat sistemləri hamısı çox istifadəçilidir. Necə yəni? O cür yəni ki, belə deyək də, məsəl üçün Windows. Windowsda mən bir kompüterdə məsələn 4 dənə login aça bilərəm, 4 dənə hesab aça bilərəm. Və misal üçün mən kompüterdən istifadə edəndə mən öz hesabımdan girib istifadə edirəm. İndi mən çıxdım öz hesabımdan, deyək ki, qardaşım indi istifadə edir kompüterdən, o öz hesabından girib istifadə edə bilər kompüteri. Yəni çox istifadəçili bu deməkdir. Amma MS-DOS-da bu hal yox idi da. MS-DOS yalnız bir istifadəçili idi. Orada bir neçə login açmaq məsələsi yox idi.
Sonra var məsələ sayına görə. Yəni eyni anda kompüterdə aça biləcəyimiz proqram sayına görə. Biz ona deyirik bir məsələli və ya çox məsələli. Bir məsələli əməliyyat sistemi yenə də yalnız MS-DOS əməliyyat sistemidir. Amma yerdə qalan bütün digər əməliyyat sistemləri isə çox məsələlidir. Elə Windows. Windows'un özündə bu günləri kompüterdə eyni anda istəyirsən Word aç, sonra get Excel aç, sonra get musiqi qoy, sonra get nə bilim Zoom aç. Eyni anda nə qədər istəyirsən proqram açmaq mümkündür də. Bax bu çox məsələlidir. Amma MS-DOS-da isə cari anda yalnız bir məsələ həll edə bilərdin. Məsələn, yalnız Word-də yazı yaza bilərdin. Paraleldə gedib Excel aça bilməzsən. Gərək Word-ü bağlayasan, sonra gedib Excel açasan. Çünki MS-DOS bir məsələli əməliyyat sistemi idi. Sonra var resurslardan istifadəyə görə. Var şəbəkə əməliyyat sistemləri, hansı ki proqram təminatında dedikdə sistem proqramları qolunda şəbəkə əməliyyat sistemləri var idi. Və orada qarşısında da yazdırmışdım. Nələr idi? Unix, Linux, Windows NT, Windows 2000, Solaris, Novell Network, IBM LAN. Bir də var lokal. Lokal yəni bir kompüter üçün nəzərdə tutulan adi əməliyyat sistemləri. Məsələn, Windows 7, 8, 10, XP, nə bilim Android, iOS, macOS və s. bunlar. Sonra var emal rejiminə görə. Emal rejiminə görə isə əməliyyat sistemləri 3 kateqoriyaya bölünür. Var paket emallı, var real vaxt bölgülü, bir də var real vaxt miqyaslı. Bunların izahlarını bilməyinizə ehtiyac yoxdur. Elə sizə sual versə ki, emal rejiminə görə əməliyyat sistemləri hansılardır? Deyib gedib bunları seçəcəksiniz. Paket emallı, real vaxt bölgülü və real vaxt miqyaslı. Da sizə sual verməyəcək, real vaxt bölgülü nə edir, real vaxt miqyaslı nə deməkdir? Elə sual verəsi deyil sizə, narahat olmayın. Sonra var prosesorun sayına görə. Prosesorun sayına görə isə əməliyyat sistemləri o da iki yerə bölünür. Var bir prosesorlu, var çox prosesorlu. Elə bu da belə kateqoriyasını bildiniz, bəsdir. Da bir prosesorlu nədir, çox prosesorlu nədir, bilməyinizə ehtiyac yoxdur. Və nəhayət, əməliyyat sisteminin yekun kateqoriyası isə prosesorun mərtəbəliliyinə görədir. Mərtəbəllik də yadınıza gəlir, texniki təminatda demişdim. Mərtəbəllik nə idi? Bir saniyədə yerinə yetirilən, daha doğrusu emal olunan bitlərin, bit də dediyimiz nə idi? Yəni bir və sıfırların sayıydı da, bu mərtəbəlilik deməkdir. Həmin o prosesorun mərtəbəliyinə görə əməliyyat sistemlərdə bölünür. 8 mərtəbəli, 16 mərtəbəli, 32 mərtəbəli və 64 mərtəbəli. Demək olar ki, daha önce 8 və 16 mərtəbəlik əməliyyat sistemləri qalmayıb. Bugün 32 və 64 mərtəbəlik əməliyyat sistemləri var. Bu belə. Bu da oldu. Bizə sual versə ki, əməliyyat sisteminin kateqoriyaları hansılardır? Bax, bu 7 kateqoriyadır. Yəni, istifadəçi interfeysin tipinə görə özü 2 yerə bölünür. İstifadəçi sayına görə bu da 2 yerə bölünür. Məsələ sayına görə bu da 2 yerə bölünür. Resurslardan istifadəyə görə bu da 2 yerə. Emal rejiminə görə 3 yerə bölünür. Prosesorun sayına görə 2 yerə. Prosesorun mərtəbəliyinə görə isə 8, 16, 32 və 64 mərtəbəli əməliyyat sistemləri var. İndi əməliyyat sisteminin inşallah yüklənmə mərhələsi haqqında danışaq. Və biz kompüteri ki, power düyməsini basırıq, bu bizim üçün elə o anlama gəldi, elə bastıq kompüter açıldı. Yox, bastıq kompüter açıldı, tamam. Bəs arxa fonda nə proses gedir? Arxa fonda nə baş verir? Əməliyyat sistemi necə gəlir, yüklənir, hazır olur, kompüter açılır? Bax, həmin o əməliyyat sisteminin yüklənməsi mərhələlərdir. 4 mərhələdən ibarətdir. Birinci mərhələ texniki vasitələrin test edilməsidir. Yadınıza gəlirsə, texniki təminat dərsini keçəndə sizə demişdim, kompüter ilkin olaraq açılanda birinci nə işə düşürdü? BIOS işə düşürdü də. BIOS gedib neynirdi? Kompüterin qurğularını test edirdi, yoxluyurdu. Əgər qurğular işlək vəziyyətlədirsə, gedirdi neynirdi? Əməliyyat sistemini gətirib açırdı. Bax, indi bu birinci mərhələ var ha, texniki vasitələrin test edilməsi. Bax, bu uşaqlar BIOS-a aid olan şeydir. Əgər texniki qurğular test edildi, hamısı işlək vəziyyətdədir, kompüterin bütün dəmir-dümür hissələri, tamam, keçiriləcək ikinci mərhələyə. İkinci mərhələdə nə olur? Yükləyici burada, yəni əməliyyat sistemində, yükləyicinin axtarışı və inisiallaşdırılması. Yəni, bu nə deməkdir? BIOS ikinci prosesə başlayır. Gedir, əməliyyat sistemini axtarır. Məsələn, Windows. Windows hardasan? Gəl, səni gözləyirəm.
Windows'u tapır. Aha, Windows hardadır? Lokal disk C-də. Götürür, tutur əlindən, gətirir, atır. Hə, üçüncü mərhələ əməliyyat sisteminin nüvəsinin RAM-a, yəni RAM nə idi? Əməliyyat daşda RAM-a yüklənməsi. Deməli, ikinci mərhələ nə oldu? Getdi əməliyyat sistemini axtardı ki, Windows hardasan? Gəl. Tapdı Windows'u, tutdu əlindən, indi keçir üçüncü mərhələyə. Gətirir əməliyyat sistemini hara yükləyir? RAM-a yükləyir. Bəli, əməliyyat sistemi gəlib RAM-a yüklənməlidir ki, kompüter əməliyyat sistemi açılsın da. Biz RAM-ın izahını nə vermişdik texniki təminatda? Yadınıza gəlirsə RAM-a demişdik ki, aktiv, üzərində iş apardığımız nə varsa, hamısı gəlib harda yerləşməlidir? Əməli yaddaş dediyimiz, yəni RAM-da. Bəli, Windows-dan da mən iş aparıram da, Windows-a gəlib hara düşməlidir? RAM-a düşməlidir ki, kompüter açılsın da. O da gəldi düşdü RAM-a. Hə, indi isə dördüncü, sonuncu mərhələ sistemə giriş üçün istifadəçi dəvətin göndərilməsi. Bəli, əməliyyat sistemi gəldi, əməliyyat daşa düşəndən sonra artıq kompüterin ana ekranında yazır dobro pajaloviç, welcome, nə bilim, xoş gəlmisiniz. Yəni əməliyyat sistemi bizi salamlayır da, deyir, xoş gəlmisən. Все, əməliyyat sistemi bizi salamladı və beləliklə kompüter açıldı, raboçu stol təhvil verildi. Bax, bu əməliyyat sisteminin açılması mərhələləri idi. Yəni, belə deyirik də, əməliyyat sisteminin yüklənməsi mərhələləri. İndi isə danışırıq fayl anlayışından. Nədir fayl? Faylın tərifi var. Xarici yaddaşda saxlanılan müəyyən adlı verilənlər yığımıdır. Bəli, kompüterimin raboçu stoluna baxaq. Bax, görürsünüz, bu da fayldır, bu da fayldır. Nə bilim, deyir, bax, misal üçün, test toplusu kitabı qovluğuna keçsən, deyir, bunlar hamısı fayllardır da. Fayllar, görürsünüz, müəyyən ad altında yadda saxlanılan, bəli də, çünki faylların adı olur da, deyir, misal üçün, bu faylımın adı nədir? Nümunə. Deməli, fayl müəyyən ad altında xarici yaddaşda saxlanılan, mənim kompüterimin də xarici yaddaşı nədir? HDD-dır da, sərt diskdir də, demişdim də sizə. Deməli, fayl xarici yaddaşda müəyyən ad altında saxlanılan verilənlər yığımıdır. Fayl bizə sual versə ki, fayl neçə hissədən ibarətdir? Deyəcək, fayl iki hissədən ibarətdir. Niyə? Çünki faylın iki hissədən ibarət olması niyə görə belədir? Çünki bu hissələr uşaqlar nöqtə ilə ayrılır. Nöqtədən sola faylın adıdır. Nöqtədən sağa isə onun genişlənməsidir. Və faylın tipini isə onun genişlənməsi, yəni sağ tərəfdəki o sözlər müəyyən edir. Misal üçün, məndə burada nöqtədən sağa nə yazılıb? Docx. Deməli, mən bu docx-i görəndə bilirəm ki, bu nə faylıdır? Word faylıdır. Olmayaydı docx, olaydı burada misal üçün jpg. Jpg görəndə bilirəm ki, bu şəkil faylıdır. Olmayaydı jpg, olaydı mp3. mp3 görəndə bilirəm ki, bu musiqi faylıdır. İndi mən dərsi keçib qutarandan sonra sizə bir dənə də fayl genişlənmələri konspekti atacağım. Bir səhifəlikdir. Həmin o konspektdə də o faylın sonluqları nə ilə bitsə, bu nə faylıdır, onu bilmək üçündür. Yəni orada müxtəlif genişlənmələr var. Məsəl üçün, əgər faylın genişlənməsi MP3 ilə qutarırsa bu musiqi faylıdır. Məsələn, MP4 ilə qutarırsa video faylıdır. Misal üçün 3GP ilə qutarırsa bu da video faylıdır. Nə bilim WOV ilə qutarırsa bu da video faylıdır. Məsəl üçün də tutaq ki DLL ilə qutarırsa bu kitabxana faylıdır. Yəni bax həmin onların siyahısını mən indi dərs bitəndən sonra göndərəcəm. Bircə səhifəlik konspektdir. Yenə deyirəm, faylın adı neçə hissədən ibarətdir? İki hissədən ibarətdir. Ad və genişlənmə hissəsi. Və bu hissələr təbii ki, nöqtə ilə ayrılır. Bizə sual versə ki, faylın tipini nə müəyyən edir? Onun genişlənmə hissəsi müəyyən edir. Faylın adına gəlib çıxdıqda, bax bu hissə bizim üçün ayrılıb da, yəni bu hissəyə istifadəçi müdaxilə edə bilər. Faylın adına indi bax, misal üçün, məndə nümunədir. Mən, misal üçün, faylın adını nümunə yox, dəyişib, misal üçün, başqa şey qoya bilərəm də. Faylın adını nümunə istəmirəm, istəyirəm olsun, misal üçün, Nicat. Faylın adını dəyişib, indi qoydum Nicat. Bax belə. Yəni, nöqtədən solu olan hissəyə biz müdaxilə edə bilərik.
Yaxşı, indi belə bir nüans çıxır. Faylın adına qoyulan məhdudiyyətlər var. Faylın adına qoyulan məhdudiyyətlər hansılardır? Sonra faylın adına qoyulan məhdudiyyətlər belədir ki, var MS-DOS üçün, var Windows üçün. Əgər MS-DOS-dan danışırıqsa, MS-DOS-da faylın adı 8 simvoldan, genişlənməsi isə 3 simvoldan çox ola bilməz. 8-in özü ola bilər, 3 simvolun özü ola bilər, amma nə 8-dən çox, nə 3-dən çox ola bilməz. Deməli, MS-DOS-da, əgər söhbət MS-DOS-dan gedirsə, bizə sual versə ki, MS-DOS-da faylın adı neçə hissə, daha doğrusu faylın adı neçə simvoldan çox ola bilməz? Deyəcək, 8 simvoldan çox ola bilməz. Bəs genişlənmə 3 simvoldan çox ola bilməz. Bununla bağlı bax, sual belə düşə bilər sizə. Deyər ki, aşağıdakı fayl adlarından hansı MS-DOS-a görə doğrudur? Misal üçün deyək, bax, nicat.docx faylı. Bu MS-DOS-a görə səhvdir. Niyə? Nə olsun nicat faylın adı hissəsi 8 simvolu aşmayıb. Ha, burası düzdür. Ha, burası səhvdir axı. Və faylın genişləməsi burada 4 simvolludur axı. Bax, bu MS-DOS üçün səhvdir. Və yaxud da misal üçün nicat.jpg. Hə, bəs bu MS-DOS üçün düz fayl adıdır? Bəli, düz fayl adıdır. Niyə? Çünki nə adı 8 simvolu keçməyib, nə də genişlənməsi 3 simvolu keçməyib. Amma Windows-da isə biz deyirik ki, Windows əməliyyat sistemində faylın adı 255, genişlənməsi isə 5 simvoldan çox ola bilməz. Təbii ki, mən bu ilə razı deyiləm. Nədə razı deyiləm? Faylın genişlənməsi bugün Windows-da elə fayl adları var ki, daha doğrusu genişlənmələri var ki, o 5 simvoldan da çoxdur. Sadəcə indi Dövlət İmtahan Mərkəzi deyilsə ki, 5 simvoldan çox ola bilməz, deməli çox ola bilməz. Amma reallıq tamam ayrıdır da. Reallıqda bəli, bugün Windows-da elə fayl genişlənmələri var ki, dediyim kimi genişlənmə 7 simvolludur. Amma indi biz Dövlət İmtahan Mərkəzinin proqramına görə öyrənirik deyə deyirik ki, Windows-da faylın adı 255, genişlənmə isə 5 simvoldan çox ola bilməz. Beləcə də indi MS-DOS üçün qayda necə oldu? Faylın genişlənməsi 3, adı 8, Windows-da isə faylın adı 255, genişlənmə isə 5-dən çox ola bilməz. İndi hər ikisi üçün ortaq olan nədir? Yəni həm MS-DOS üçün, həm Windows üçün ortaq olan faylın adında qadağan olunan simvollardır. Bəli, faylın adında istər MS-DOS-da, istərsə də Windows əməliyyat sistemində qadağan olunan simvollar var ki, o simvollardan istifadə eləmək olmaz. Söhbət hansı simvollardan gedir? Söhbət bu simvollardan gedir. Yəni 2 nöqtə, sual, ulduz, sonra belə drop, belə düz drop, sonra sola yönəlmiş drop, sonra dırnaq, ulduz, bax, ulduzu yazmışdım. Deməli, hə, böyükdür və kiçikdir. Bax, bu simvollardan faylın adında istifadə eləmək olmaz. Bax, gəlin elə sizin öz gözünüzün qabağında mən faylın adında, bax, bu nicat yazılan yerdə həmin o qadağan olunan simvollardan istifadə etməyə cəhd göstərim. Məsəl üçün, sual qoymaq istəyirəm. Bax, görsən, qoymur. Özü də bax, burada yazıb ki, xeyr, olmaz. Bax, bu qadağan olunan simvollardan istifadə edə bilməzsən. İndi bax, belə də yazıram. Və deyirəm ki, indi 3-4 dənə nümunə yazacağam. Mənə indi deyərsiniz, hansı düzdür, hansı səhvdir. Misal üçün, ben yazıram. Nic, nida, ad, nöqtə, mp3. Ondan sonra rəna, misal üçün, kiçikdir işarəsi. Rəna, nöqtə, jpg. Ondan sonra, məsələn, lalə, nöqtə, j, ulduz, pg. Hə, indi bu fayl adlarından hansı düzdür, hansı səhvdir? Bax, birinci fayl adı düzdür uşaqlar. Niyə? Çünki simvol var ya, amma bu nida qadağan olunan simvol deyil ki. Yəni qadağan olunan simvol arasında yoxdur da nida. Deməli, nidadan istifadə etmək olar. Bax, bu düz fayl adıdır. Rəna.jpg səhvdir. Niyə səhvdir? Çünki, bəli, Nərgiz düz yazdı cavabları. Bəli, niyə səhvdir? Çünki, bax, burada
qadağan olunan simvollarda biz dedik axı kiçik D işarəsi, böyük D işarəsi və bu işarələrdən istifadə etmək olmaz. Bəli, olmaz. Bu səhvdir. Lale.j ulduz puycu bu da düzdür. Hə, niyə düzdür? Ay müəllim, axı siz deyirsiniz ki, ulduzdan istifadə eləmək olmaz. Hə, olmaz. Amma mən nə deyirəm? Deyirəm ki, faylın adında olmaz. Demədim ki, genişlənməsində olmaz. Və həmin o qadağan olan simvol da harda gəlib? Genişlənmədə gəlib. Ona görə də bunu düz qəbul edə bilərik. Düzdür. İndi bu nüansı da deyim sizə. Belə bir fayl genişlənməsi təbii ki, yer üzündə yoxdur. Amma biz testdə prinsip etibarıyla suallara yanaşdığımıza görə prinsipə görə belədir ki, bu qadağan olunan simvollar faylın adında gəlsə səhvdir. Genişlənməsində gələndə düzdür. Problem deyil. Eləcə də qadağan olunan adlar var. Hansı ki, həmin o qadağan olunan adlardan da faylın adında istifadə edə bilmərik. Həmin o qadağan olunan adlar hansılardır? Həmin o qadağan olunan adlarsa bunlardır. John, Null, Pırını, Aux, sonra com. İnşallah comun özündən olar. Bir dənə 0,9 intervalında olmaz. Sonra LPT. LPT'nin özündən də olar. Amma bir dənə 0,9 intervalında. Hə, istifadə etmək olmaz. İndi bu minvallar yazım görüm. İndi deyərsiniz mənə hansı düzdür, hansı səhvdir. Misal üçün, ben yazıram. John Aux nöqtə JPG. Sonra AUX 8.mp3. Sonra pırını nöqtə mp4. Sonra null nöqtə docx. Sonra com nöqtə mp3. Com 9.jpg. Sonra lpt3.mp3 və lpt12.jpg. İndi baxaq. Görək hansı düzdür, hansı səhvdir. Bir dənəsində yazım. Bir dənəsində yazaq. Misal üçün Nicat nöqtə John. Hə, indi görək hansı düzdür, hansı səhvdir. Bax, birincisi düzdür. Niyə düzdür? Ona görə deyəcəksiniz ki, müəllim, axı John, axı Aux var. Ay balam, nə John tək yazılmayıb, nə də Aux tək yazılmayıb. Biz deyirik ki, John özü tək yazılanda səhvdir. Aux özü tək yazılanda səhvdir. Bu John Aux ayrı bir söz kimi yazılıb burada və bu ona görə də düzdür. AUX 8, bu da düzdür. Mən deyirəm ki, AUX-un özündən istifadə etmək olmaz. AUX 8-dən istifadə etmək olar da, problem nədir ki? Pırını nöqtə mp4. Hə, bundan istifadə etmək olmaz. Niyə? Çünki pırını qadağan olunan adlar cərgəsindədir. Bəli, bundan istifadə etmək olmaz. Null.docx düzdür. Mən deyirəm ki, bizdə bir dənə l-la yazılsa səhvdir. Amma mən burada iki dənə l-la yazmışam. Demək ki, bu da düzdür. Com.mp3 bu da düzdür. Müəllim yazmışsınız, yox axı. Ay yoldaş, comun özündən istifadə etmək olar. 0,9 intervalında olmaz. Bax, misal üçün, altdakı ücret səhvdir. Niyə? Com 9 yazıb. Axı, mən deyirəm, com 0,9 intervalında istifadə etmək olmaz. LTP3.mp3. Müəllim, bu da olmaz. Olar. Mən LPT yazmamışam ki, LTP yazmışam. Mən deyirəm, LPT 0,9 intervalında istifadə etmək olmaz. Amma mən nə yazmışam? Mən LTP yazmışam. Yəni, LTP-dən də istifadə etmək olar. Niyə olmasın ki? LPT 12.jpg. Bu da düzdür. LPT 0,9 intervalında istifadə etmək olmaz. Burada 12 yazılıb. Olar. Nicat.John. Bu da düzdür. Bəs John var axı. John genişlənmədə gəlib. Adda gəlməyib ki. Adda gəlsə səhvdir. Genişlənmədə gələndə heç bir səhv yoxdur. Düzdür yəni. Bax belə. Deməli, düzgün fayl adını seçin deyəndə biz hökmən həmin faylın adında baxırıq ki, qadağan olunan simvol yoxdur ki, həmin faylın adında qadağan olunan ad yoxdur ki, bax, bunlara riayət edib düzgün fayl adını seçə bilərik.
Bax, bu da oldu fayl anlayışı haqqında məlumat. Ondan sonra davam eləyək. Bax, səhərdən danışdığım şeylər hamısı burada var. Hə. Düzdür, burada konspektdə mən musiqi faylları, video faylları, şəkil faylları, bulan fayl genişlənmələrini bu konspektdə də yazmışam, amma tam yazmamışam da. Tam siyahını indi mən dərsdən sonra sizə göndərəcəm. Oradan oxuyarsınız. Sonra faylın yolu. Hə, bəs faylın yolu nədir? Faylın yolu isə, gəlin bax bunu sizə belə danışıram. Deyək ki, bax sual verirsiniz mənə ki, müəllim, harda qalırsınız? Mən sizə təfərrüatı ilə açıq-aydın deyirəm ki, mən qalıram Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev 5A-8, mənzil 4. Bax, bu mənim danışdığım, mənim yaşayış ünvanımdır da, mən orada yaşayıram. Eləcə də kompüterdə faylların da özlərinin yaşayış məskəni var da, həmin o faylın olduğu yerə biz gedib çatmaq üçün yol qət edirik də. Məsəl üçün mən Qəbul 2008 faylını açmaq istəyirəm. Mən bilirəm ki, Qəbul 2008 məndə hardadır? Mən Qəbul 2008-i açmaq üçün gərək girəm magistratura qovluğuna. Magistratura qovluğunda gərək girəm qəbullar Word formatında qovluğuna və gəlim buradan deyil Qəbul 2008 faylını açım. Deməli, bax, mənim bu faylı açmaq üçün qət elədiyim yola biz deyirik faylın yolu. Elə bax, gəlin bu faylın yolunu elə götürək. Bax, bu seçdim ha, bu faylı. Gəlin bu faylın yolunu bax, kopya eləyirəm. Bax, burada copy pass var. Copy pass'i götürüb bastım. Bu faylın yolunu mən kopyaladım. İndi gedək bir dənə Word açaq və ya mənə o Word-də faylın, bax, bu qəbul 2008 A variantı olan faylın yoluna elə bir yerdə özümüz baxaq. Bax, Ctrl-B-ni bastım. Bax, gördüyünüz kimi bu da həmin o sözü gedən faylın yolu, bax, burada əks olunub. İndi gəlin biz bunu xırdalayaq. Deməli, indi uşaqlar, bizə sual versə ki, faylın, bax, indi bax, bu yoludur da, faylın yolunda faylın adı hansıdır? Yadınızda saxlayın. Faylın adı həmişə ən sonda gələn hissədir. Bax, faylın adı deyil, ən sonda gələn. Bax, bu adlanır bizdə faylın adı. Yaxşı, indi bəs bu fayl hansı kataloqda, yəni qovluqda yerləşir? Qəbul 2008 A variantı .docx faylı hansı qovluqda yerləşir? Özündən bir əvvəl gələni deyirik. Yəni, qəbullar Word formatında adlı qovluqda yerləşir. Bax, biz buna deyirik faylın yerləşdiyi qovluq. Və biz bu qovluğa, uşaqlar, görürsünüz nə deyirik? Alt qovluq. Yəni, faylın özündən bir əvvəl gələn qovluğuna, uşaqlar, biz deyirik alt qovluq. Yəni, bu deməkdir ki, alt qovluq da deyə bilərik, alt kataloq da deyə bilərik. Yəni, qovluq, kataloq eyni şeydir, uşaqlar. Bəs hansı diskdə yerləşir? Hansı diskdə yerləşir? C diskində yerləşir. Biz buna ya deyirik diskin adı və ya da deyirik baş qovluq. Yəni, baş kataloq da deyə bilərik. Yerdə ki, nələrsə qaldı ya, onlar isə sadəcə qovluqlardır. Bax, user də qovluqdur, NI Bayramov da qovluqdur, desktop da qovluqdur, magistratura da qovluqdur. Deməli, əsas faylın yolunu bizə verəndə 3 dənə şeyin yerini tapmaqdır. Bu 3 dənə şeyin yeri, biri həmişə ən axırda gəlir, o faylın adıdır. Biri həmişə ən əvvəldə gəlir, o ya diskin adıdır, ya baş qovluqdur, baş kataloqdur. Bir də faylın adından həmişə bir əvvəl gələn, o isə həmişə alt qovluq olur. Əsas bu 3 dənə şeyin yerini tapandan sonra ortada nə qaldısa ki, qalmaya da bilər. Amma indiki halda görürsünüz, bizdə qaldı da 4 dənə şey qaldı. Həmin bu 4 dənə hissələrə isə biz deyirik sadəcə qovluqlar, yəni kataloqlar. İndi bizə sual verəcək. Yaxşı, bəs fayla qədərki yol hansıdır? Uşaqlar, fayla qədərki yol, faylın adı bura deyil. Fayla qədərki yolda elə bura qədər olandır da. Bax, biz deyirik ki, fayla qədərki yol budur. Deməli, ola bilər ki, bizə belə bir ünvan verər və deyər ki, fayla qədərki yolu seçin. Deyin. Fayla qədərki yol, faylın adı ora daxil olmamaq şərti ilə
Bax, bu hissə adlanır bizdə fayla qədərki yol. Bir də ola bilər sizə desin ki, bəs faylın tam yolu hansıdır? Bəs faylın tam adı hansıdır? Uşaqlar, elə bunun hamısı bir yerdə. Ya biz deyirik buna faylın tam yolu, ya da deyirik faylın tam adı. Yəni tam ad və ya tam yol eyni şeydir. Bax, bu faylın adıdır. Bu öz yerində. Amma faylın tam yolu və ya faylın tam adı hansıdır? Elə onun hamısı bir yerdə. Biz ona faylın tam yolu və ya tam adı deyirik. Yenə deyirəm, fayla qədərki yol hansı oldu? Faylın adı daxil olmamaq şərti ilə, bax, bu hissə adlanır fayla qədərki yol. Bu belə. Və xırdaladıq da ki, ən axırda gələn faylın adı, ondan bir əvvəl gələn alt qovluq, başda gələn baş qovluq və ya baş katalıq, yerdə qalanlar isə, bax, bu 4 dənə qaldı bizdə. Bunlar isə adlanır sadəcə qovluq. Və salam, bu da oldu faylın yolu haqqında məlumat. İndi danışacağıq fayl atributları haqqında. Bizə sual versə ki, neçə fayl atributu var? Deyəcəyik ki, 4 dənə fayl atributu var. Hansılardır? R, H, A, S. Başlayaq R-dən, yəni read-only fayl atributundan. Bax, gözünüzlə yazmışam. Yazmışam ki, yalnız oxuma fayl atributu olub, bu fayllara düzəliş etmək olsa da, amma olunan düzəlişlər burada yadda saxlanılmır. Bəli, indi gəl gedək öz gözümüzlə görək. Bəlkə elə mən yalandan deyirəm. Bəlkə orada yazılanlar elə yalandır. Gəlin öz gözümüzlə baxaq görək. Bax, misal üçün tutaq ki, gəlin mən bir dənə Word faylı üzərində düzəliş eləyək. Neçə dəqiqə mən bunu gətirmək rəqəmçi stola. Hə, bax, gözünüz, məndə belə bir Word faylı var. İndi mən bu Word faylını açmamışdan qabaq sağ düyməni basıram. Açılan kontekst menyudan Properties-ə girib. Və görürsünüz, burada read-only var. Read-only-yə quş qoydum və indi OK-də basıram. Bastım. Bu oldu read-only atributlu fayl. İndi daxil oluram sənədə. İndi bu sənədin içərisində düzəliş eləməyə cəhd göstərirəm. Görün, düzəliş eləyə bilərəm. Bəli, düzəliş eləyə bilərəm. Misal üçün deyək, burada yük daşımaları departamentindən sözünü, misal üçün sildim, buraya yazdım Nicat. Sənədin içində düzəliş eləyə bildim də mən. İndi çıxıram. Mənə çıxanda deyir, yadda saxlayın. Deyirəm, mənə yadda saxla. Deyir, saxla da, saxlayın. Amma deyəcək ki, yox. Həmin bu fayl adı altında yadda saxlaya bilmərəm. Get başqa ad altında saxla. Bu fayl orijinaldır. Mən bu fayl adının üstündə o düzəlişləri, zirzibilvi bunun üstündə yadda saxlaya bilmərəm. Faylın adını dəyiş, başqa ad qoy, get özün biləsən. Başqa ad altında yadda saxla. Hə, mən də gəlirəm faylın adını dəyişirəm. Qoyuram misal üçün deyil. Belə bir fayl adı qoyuram. Все, qutardı getdi. İndi bax, baxaq görür robotçu stola. Görürsünüz, AA adlı fayl düşdü. Baxmayaraq ki, mən düzəlişi hara eləmişdim? Bunu eləmişdim də. Gedib bir daha bu faylı açaq görək, elədiyim düzəliş vəbşə bunda qalıb. Bax, gözsüz qalmayıb. Mən bu yük daşımalarını silib nicat eləmişdim də. Gözsüz qalmayıb. Deməli, mən read-only atributlu fayla düzəliş etsəm də, amma həmin düzəliş o faylda yadda saxlanıldı ki, yox, başqa ad altında, dəyişdim də faylın adını. Başqa ad altında, başqa faylda, bəli, yadda saxlanıldı. Həmin o düzəliş elədiyim versiya bu A adlı faylda yadda saxlanıldı. Bax, bu adlanır read-only atributu. Özünüz də gördünüz, öz gözünüzün də şahid oldunuz ki, deyilənlər kimidir. Sonra var hash, hidden dediyimiz gizli fayl atributudur. Standart əməliyyatlara aid deyil. Necə yəni standart əməliyyatlara aid deyil? Yəni bu sözün mənası nədir? Yəni bu sözün mənası odur ki, hər əməliyyat sistemində bu atribut yoxdur. Hidden atributu hər əməliyyat sistemində yoxdur. Bəli, düz deyir, hər əməliyyat sistemində hidden atributu yoxdur. Bəs bu hidden nə edir? Hidden, biz fayla hidden atributu versək, fayl əvvəlcə onun ikonu solğunlaşır. İndi görəcəksiniz özünüzdə. Sonra da darıb gözdən itir. İndi görəcəksiniz, bizim artıq 40 dəqiqəmiz bitir uşaqlar. Dərsi yekunlaşdırırıq. Sizə qrupa atdığım ikinci video, daha doğrusu ikinci linklə yenidən dərsə qoşulun.